Əgər siz münasibətlərdə nədənsə narahatsınızsa, nəsə sizi qane etmirsə, nəsə sizin ürəyiniz ciddi deyilsə, bunu həll etmək lazımdır. Amma danışmaqla, araşdırmaqla, tənqid etməklə deyil, təhqir etməklə deyil, vurub sındırmaqla deyil, öz gücünüzü göstərməklə deyil, danışmaqla, araşdırmaqla necə edə bilərik ki, bu səhvlər olmasın, necə edə bilərik ki, daha yaxşı olsun. O zaman siz imkanları görə biləcəksiniz, amma dürüst formada, olduğunuz kimi. Yalan danışmaq gec-tez yenə də eyni nəticəyə gətirib çıxaracaq. Arzuladığınız nəticəni əldə etmək istəyirsinizsə, dürüst olacaqsınız. Bayaqdan elə dürüstlüyü öyrədən hekayələri oxuyuram. Ona görə düşünürəm ki, insanlar bu mövzulara bir qədər daha çox yaxın olmalıdır ki, həllini görə bilsinlər.